Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Röya Ayxan yine gündemde. Bu defa ise birbaşa Fransanın parlak Cannes şehrinden. Kırmızı xalça, zərif libaslar ve ulduz dolu bir gece. Röya öz stilini ve özünə məxsusluğunu Cannes Film Festivalında necə nümayiş etdirdi? Azərbaycanın sevilən sənətçisi Röya Cannes Film Festivalında iştirak edərək qlamur və cazibənin təbəssümünə çevrildi. Onun seçdiyi geyim, makyaj və özünə inamlı duruşu izləyiciləri heyran etdi. Qüsursuz makyajı, zərif saç düzümü və seçimi ilə Röya dünya mediasının diqqətini çəkdi. O yalnız gözəlliyi ilə deyil, həm də özünü təqdim etmə bacarığı ilə də yadda qaldı. Sizcə Röyanın Cannes üslubu necə idi? Şərhlərdə fikirlərinizi bizimlə bölüşməyi və kanala abunə olmağı unutmayın. Daha çox stil və show biznes xəbərləri üçün bizi izləyin.